Deməli uşaqlar, bu gün Qurbanlı Millətmənin 51-ci bölümü ilə qarşınızdayım. Hardasa bir 9-10 gündür ki bu video seriyasını atmıram. Daha çox Qurbanlı Millətmə gəlməsi istəyirsə bu videoya 5000 atmır sizə. O görə 5000 istəyirəm, 5000 atmır sizə. 3000 atın yaxşı. Siz sizdə 3000 atın. Mən seçsək görələ bu səfər Azərbaycan nə olur? Nə tər biabırçı videolar, nə tər gizli videolar var. Getdik. Borcun nədir qardaş? 50 versən bəsdir. 50 manata baş olar, Allah sən nə kəsimsən də, yəni 50 manata saç olar. Əgər formalı bir saç düzəltmirsənsə, yəni 15 manatdan yuxarı məncə pul almaları çox almamalıdırlar. Onu deməyə çalışıram. Doğanı qarışdırıb bir dəqiqə gəlirəm deyib yoxa çıxan adamı görürəm. O zaman başı valladır da, başa düşürsən. Bir dəqiqə gəlirəm deyib, sonra gedir işin gizlin gəlir, 15-20 dəqiqədən sonra gəlib görür ki, yemək pişib. Qız, başqa nə bacarığın var? Özünün hazırladığı dəmir alətlə əraziləri gəzərək içməli su mənbələrinin yerini müəyyənləşdirir. Allah, bu Oscar çöllərdə də var idi. Yadınızda da əlində bir də 2 dənə dəmir tutub suyun hardan olduğunu falan görürdü ya. Eyni ona desən qaqaş çox Oscar çöllər deyə baxın. Hər şey eləyir. Bu arada mən də beləmi bu arada. Yəni yumurta qırıram pişək qabın içinə. Hə, yumurta belə eləyirəm də o dərəcə. Bu nədir Allah? Sizdə bu çaynik niyə var? Məncə sən yaxşı bilirsən niyə var o çaynik. Hamısında tökülür, yoxsa sadəcə birindən tökülür? O tema cəlifara, ilk də qəşək görsən. Fikirləş belə, onu necə eləyərsən ki, hamısına belə tökülür? Hər şey mümkün deyil axı. Komandan belə həkim olsa fisiyor. Ah lelele, ah lelar. Ah lelele, ah lelele. Həkim ora gedən qədər qaqaşının ayağını qopardı batacaqları səndən. Biraz hakim oyunun əsas vaxtına 35 dəqiqə əlavə elədim. Tək olanda. Onunla olanda. Nə qabağıma niyə belə videolar çıxır? Gülü bildik, maşını bildik, mişqanı bildik. Bəs bu hansı şanslı insana görə? Tualetli o. Məncə PUBG Mobile Skibidi tualet etkinliyinə gedir. İnternetin parolu nədir? Bir də internetin parolunu ver də. Eynisi, Allah ki eynisi də dedim. Çox mükəmməl bir tespit. Hər iki tərəf şeylər bu qədər şey. O nənələr də var. Görürsən biz də bu yaşımıza gələnə qədər belə bir həyat yaşaya biləcək miyiz? Bir ayağı çuxurdadır, bir ayağı maşında da. Azərbaycanlı gənclər arasında qəribə trend yaranır. Bu hansı trenddir ki bu? Yəni mən Azərbaycanlı gənc deyiləm deyəsən. Hara yayılıb, necə yayılıb? Yəni bu trendmi? Başım kesin belə trendə. Yeni nəsildir o. Zor da, görürsünüz, o söhbət durmalı o. Bilmədi, o sizə görə nətər durur elə. Çox zordur məncə. Yəni normal adi çəkilişdənsə, yəni orada durub çəkməsi daha yaxşı. Qaqaşa 50 manat hörmət eləmək lazım. Dostumla bir yerlə işləyəndə. Heç olmaz qapını örtüb oynayardınız. Allah görəcəklər, indi qol biləcəklər sizin işlər. Sən də başda oxuyursan, qəşəng tələbə həyatı yaşayırsan. Oy zübür, bura haradır la? 28-dir. Ya elmlərdir ya da 28-dir məncə. Elmlər olmaz ya, elmlərdir. Yaxşı ki, magistrıq da axşam 7-də gedirik də dərsə başa düşsən. Belə şeylər görmür. Sənin oxşar gecənin sultanı zülmət. Bir yazıb toy ayaqqabısına oxşar. Əllə çəkib, deyəsən, əllə çəkib. Bilmirəm, o nə üçündür? Saqqal üçün deyildir məncə. Yəni saqqalın falan çıxması üçündür böyük ehtimal. Ya da elə fikirləşirəm, nə üçündür? Niyə? Bir dənə də qız var, çox xoşum gəlir ondan. Sən də onu yaxşı tanıyırsan. Kimdir ki? Sən çox yaxşı tanıyırsan o qızı. Adı nədir? Adı L hərfi ilə başlayır. Burada görmüsən qızı? Qız həmişə bura gəlir, preyirdə oturur. Salat xoşlayır. Krevetkalı salat. Qara paltar geyinib, sol əlində də saat var. Kimdir ki görəsən? Qəşəng qara uzun saçları var. Aha. Gözləri də tündür. Xoşladığım kimi. Bəlkə onu bura deytə çağırım. Nə deyirsən? Məncə onun sevgilisi var. Görürsünüz uşaqlar, özü də deyir ki, oğlanla qızın dostluğu olmur. Görürsün, mən demədim, özü dedi. Gör, mən linçləyən var yorumlarda. Mənim parta yoldaşım olub oğlan dostum, 30 yaşım var, hələ də yaxınıq. Bir ara hətta hər gün bir yerdəydik, indi də ailəvi yaxınıq. Yəni əvvəldən tanıyırsan, məncə yaxşı dostluq yaranır. Hə, burada bir qırmızı çizgi var bu arada. Lap əvvəldən tanıyırsınızsa, 5 il, 10 il məsələn, vaxtı ikən onun da sevgilisi olub, vaxtı ikən sizin də sevgiliniz olub, belə şeylər söhbət olubsa əgər, hə, onda ola bilər. Amma yeni tanıdığım bir oğlanı həyatıma dostluğa almaq qədər axmaqca bir şey yoxdur həqiqətən. Hər gün gördüyüm nə işə yaradıqları məlum olmayan metro kabinəsində oturan xala.
Həmişə də yatırlar, sən öl deyirəm də yəni. Zarafaz orada nə üçün dururlar? Yəni desək ki, sol tərəfdə duranlara mı nəsə deyirlər, yoxsa nə bilim, eskalatorda oturanlara mı nəsə deyirlər? Heç də eləmirlər, sadəcə otururlar. Görsən niyə bu səbəbi nədir görəsən? Biraz 99% köçürənlər niyəsə həmişə narazıdırlar. Vallah da. Mamam Rus'tu, atam Azerbaycanlıdır. Ha, anan Rusya vətənində. Hardadır ana? Dünyasını dəyişib. Ha, dünyasını Allah rəhmət eləsin. Sağ ol. Sən dünya gələn kimi ana rəhmətə gedir. Mən bu səbəbdən özümə doğum günü eləmirəm heç vaxt. Demək adam söz tapmır. Anan həyatda olsaydı və sənin belə olduğunu görsəydi, həqiqətən də yağış yağır, bəlkə Xəncələ gedək. Aha, hava soyuqdur. Ramal deyim gedək Xəncələ. Ramal deyir ki, evdə yemək var da, neysə Xəncələ gedək. Deyirəm bizim millət görməmişdi. Səhər qar yağır, günorta görürəm ki, qar qutar bir şey. Sən öldün. Açıq, neymişsən? Heç nə, ev aparam, yayda oynayacağım. Mən bir dənə söz deyim. Sözün əsl mənasında deyəsə birinci, ikinci sinif idi, hə? Qar yağanda qarı götürmüşdüm yaya qədər. Yanvara götürmüşdüm qartopunu. Qoymuşdum şeyə, buzxanaya. Yanvara nə? Avqusta qədər falan o qartopu saxlamışdım. Həqiqətən deyirəm də, yəni. Niyə bilmirəm, səbəbini bilmirəm. Bəli, bu gün qorxmama testi eləyirik. Gəlin birinci mərhələyə başlayaq. Aha. Bu video baxmayan yoxdur məncə. Bəli, çox da qorxunc deyil idi. Yəni də. Keçək o birisi mərhələyə. Məncə orada qadın şəkli çıxsan daha çox qorxardıq. Biraz qaqonda sən ikinci hissəyə baxma, şəkərzat taparsın. Kapılar bağlanır. Nöbət istansiya Şoruflu. Kapılar bağlanır. Michael Jackson. Nöbət istansiya Ulduz. Nəriman istansiyası. Nəriman station. Nərman oldu. Nizami Gəncəvi. Nizami istansiyası. Nizami. Nizami station. Zəfər Cabbarlı. El salladı. Bu arada çox qəşəng düzəldiblər ha. İnşallah bunun partçısı qədər hər kəs çox qəşəng düzəldiblər. Və Elmlər Akademiyasında da belə şeyzad olsa, alimlər zatlar olsa və kitablar zatlar dursalar əlində, məsələn onda maraqlı olar qəşəng. Övladınla yazışmaq sənə qarşı marağı olmayan bir kişi ilə SMS yazmaq kimi. Həyatım necəsən? Səslərəm, yaxşı balam, hə? Az deyilsən, yox, sən çox istəyirəm, bilirsən, aha. Xoş istirahətlər uşaqlarla, sağ ol. Reallıqdır. Nə deyək, reallıq. Aha, təzədən resept gəldi uşaqlar. Yəni Rəsul Sumovdan sonra ikinci bir resept. 2015-ci il mayın 11-də ulduzlaşıblar. Ulduz nədir bilmirəm. Ulduz qaydı dedi ki, bundan danışmalıyam. Ondan sonra tanış oldular deyəsən. Bir ay keçib üstündən tanış oldular, aha. Ondan sonra üstünə 2 ay keçib zəncirləşiblər yəni. Sonra bir-birlərini seviblər. Bu nədir lan? Əl işarəsidir. Sonra Allaha dua ediblər. Sonra fevralda 2 gün davadan nə olub heç maraqlı deyil mənə. 2017-ci ildə əl görüşüblər. Deyəsən danışıblar ki, fiyo biz nişanlanırıq. Ondan sonra üstündən 3 ay keçib nişanlanıblar. İmza atıblar. Deməli bu evlənməkdir. Ondan sonra bir dəqiqə Allah. İmza alıblar, ondan sonra evləniblər, boş verin. Və üstünə 6 ay keçəndən sonra uşaqlar olub. Nəysə, bu kimin reseptiydi bilmirik, adı yoxdur. Allah bu Günay Xədimova deyil. Və özü də çox gözəl xanımdır. Biz onu çox sevirik. Gözəl xanım, şübhəli. Biraz eyni borclarım belə sıxır məni. Yeni sezon prank. Allah bu nədir? Qaqaşa elə bir pul veriblər, cülübəs. Uşaqlar, bu kimdir bu Messi yandaşı? Mən həqiqətən tanımıram. Bilirsinizsə yazın yorumlar. Həqiqətən bilmirəm də, yəni adı nədir o? Oğlanlar əylənə bilir, bu sırada oğlanlar. Yalnız ən yaxınların olduğu o Azərbaycan toyu. Wow. Sadəcə ən yaxınlar olacaq, ən yaxınlar. 800 nəfər. Dedi, şampun qutarında hamamda görsən, yoxsa içinə su töküb başıma tökürsən. Bu kim eləməyib bunu? Mən. Vallahi mən də eləmişəm də yəni. Yoxsa mən həll eləyirəm amma. Eləməyən varsa bizdən deyildir uşaqlar. Eləməyən varsa varıdır da, yəni başa düşürsən. Kişilər geyim seçəndə. Sadəlik gözəllikdir. Həmişə demişəm. Ya da birinci dəfə deyirəm. Amma yenə demiş ol. Bu menyu bu qiymətə dəyər. Görək menyuda nə varmış? Menyu nəsə oy zübül 1290 manat nədir la? Aa bizim evin aylığı 450 manatdır. Mən nəsə 3 ay qalaram bu pula evdə. Görək nə yeyiblər? 2 dənə mini burger 252 manat. 3 dənə sirab 0.75 33 manat. Bir dənə 0.75'lik sirabı 11 manata itəliblər. Korona nədir? Korona nə olduğunu bilmirəm. Bir dənə açıq yemək 20 manat. 170 manatlıqdır 5 dənə chicken. Həqiqətən varlar deyəsən pulların hər xərc edirlər bilmirlər. Siz bu qədər pul verərdiniz bu menyuya. Xadimələrin maşını yudurdan məktəb direktoru işdən çıxarıldı. Məncə cərimə falan eləməlilər. Başa düşürsən, xadimə maşını yuduzdurmaq nədir? Qardaş, sən hammal deyil o. Hammal deyil də, yəni sən haqqın yoxdur bunu eləməyə. Xadimə dediyin nədir? Gələr sinfi təmizləyər, nə bilim, məktəbi təmizləyər. Yox sən maşını yuyulması üçün deyil də, yəni o. Get cəhənnəm o pul və get maşını yuduzdur. Doğrudan bu qiymətə? Bu taksiyə minəndə bəzilərimizdə yoxa, çoxuz, həddindən artıq çoxuz. Niyə öz-özünüzü bizdən üstün hesab edirsiniz, ha? Bax, mənə çox maraqlıdır. Niyə də, bax, niyə? Yaxşı eləyirik. Lap yaxşı eləyirik.
Şoförse şoför kokuyu oturur. Aa. Ondan sene ne? Ondan sene ne? Hansı ünvana, adrese, taksi. Abi bu kadar şey yoktu da yani adam əsəbləşir Allah şofer qələt elə nə deməkdir la? Qələt deyil, orada başqa şeydir, dəyişdi sonsuzlar. Da belə atasan maşından hə, ondan sonra deyəsən get. Yol pulu mən verəm, alsan get, minmə maşınıma. Belə səviyyəsiz adamlar olduğu müddətcə yəni bu ölçü qabağa getməz də. Şoförü vurmuşamsa aparmalısan. Ondan sene ne? Niye dışarı karışmırsan ki sen? Niye üstün hesap ediyorsun? Yaxşı eləyəm çünkü senden üstünlük. Sen şoför. Sən zaten qələt verəcəksən, bu cümləni qurursan ən alt insanlardan birisən, həqiqətən deyirəm. Sen şoförsen. Senin pulun imkanın olsa gel evinde oturup burada taksi bak. Şofer olmasan sən bu dəqiqə həmin taksini vurub heç evi və hara istəsən gedə də bilməzsən. Taksiye sorulmasın. Dəxlisi çoxdur. Bax bu arvada bir şey başa salmaq lazımdır ki, hə? O sən özündən alçaq gördüklərin var ha. O özündən alçaq gördüklərin olmasaydı əgər sən heç bəlkə də o səviyyədə olmazdı, bu dediklərimi deyə bilməzdin. Çox şey demək istəyir adam. Plus video qarşısındayım deyə bilmirəm, başa düşürsən? Amma siz öz kommentlərdə yazarsınız daha ətrafında demək istəyirsiniz. Günaydın aşkım yerinə günaydın yazmışdı və aldatmaq. Bir şeye oxşasa dərd yar, sən öyle bir şeye oxşasa dərd yar da, yəni get aldat yəni. Sən sevgilindən səndən qurtulduğuna görə şükür eləyəcək də. Kimin 5 manatı artıq düşük mavi tik al. Vallahi deyirəm də, bax elə takipçilərə girirəm hə, məsələn Instagram səhifəmə takipçilərə girirəm. Görürəm hamı mavi tik var. Girirəm səhifəsinə 500-600 takipçisi var. Nə mənası var qardaş o mavi tikin? Sən öyle deyirəm, mən çox mənasızdır. Bütün mavi tiklər gəlib yorumlarda şişmə bax. Azərbaycanın ən yaxşı mizahçısı mənəm. Cındır. Bəs istəyirsən pulum yoxdur. Borcumu qaytar da. Məhəmməd Əli Həsən. Rafiq gəldi. Bax elə çox qəşəng videodur. Məsələn, o günlərdə mənə də belə bir video çəkmişdilər. Məni başa qoymuşlar ki, Azərbaycanın ən yaxşı mizahçısı mənəm. Ondan sonra Rafiq Şilal falan gəlmiş. Qardaş, mən YouTuberam, mən mizahçı deyiləm, mən humorist deyiləm. Onlar humor videosu çəkirlər. Mən humor videosu çəkmirəm. Arada bir mırta çəkirəm. O da ki, elə belə çəkmək istəyirəm deyə çəkirəm. Başa düşürsən? Mən işim humor videosu çəkmək deyil. Mənim işim YouTuberlıqdır. Başa düşürsən? Yəni bu ikisi arasında böyük bir çizgi var. Onlar YouTuber deyillər. Onlar TikTokerlar. Başa düşürsən? Mən YouTuberam. Eyni şey deyil işte. Yəni eyni işlə məşğul olan insanlar deyil. Hər kameranın qarşısında oturan eyni işlə məşğul olan insanlar olmur. Nəfəsim tükəndi. Məsələn, yorumlarda mənim adımı yazanlar, qardaş, mən humorist deyirəm. Məsələn, yorumlarda gəlib mənim kütləm, məsələn, yorumlarda niyə mənim adımı çəkirsiniz? Mən dəxilsiz insanlaram axı bunlarla. Mən bunların eyni deyiləm. Başa düşmək lazımdır buna. Bir adısı Fərəzin YouTube kanalına baxan var ola. Nə dəxilsi var? Bir videoda heç mən yoxam. Sən bu yorumu bura niyə yazırsan? Məndən niyə abiclik qalmısan? Mən sən ağarmışam ola. Mən humorist deyiləm. Mən bunlar kimi video çəkmirəm. Nə istəyirsən məndən, qardaş? Biri məsəl yazıb ki, Fərəzlə xart qaldı. İndi xartı başa düşürəm. Burası mən olmamalıyam. Yəni nəsə də yazıb da, yəni sevdiyinə görə yazıb. Yazıb ki, ay Zübeyir, Fərəz nə deyir? TikTok videolarına baxırıq, xiyar danışır, özünü YouTuber hiss edir. Məsələn, bu axmağın biri axmaq. Hə, yəni YouTuberlıq haqqında heç məlumat yoxdur, başa düşürsən? Xiyar danışır. Onun üçün xiyar danışmaqdır. Amma ona gəldi bu işi elə. Heç özü bizi zibil eləyə bilməz də, başa düşürsən? Sadəcə bir sən adama şey yandırır da, adamı yandırır ki, adam oturduğu yerdən məşğuldur, adam oturduğu yerdən pul qazanır. Adamı yandırır da, başa düşürsən? Özü eləyə bilmir axı onu. Çünki onun içində yandırır. O yüzden belə yorumlar yazmaq gərək durur öz içərisində. Çünki özün elə təsəlli edir də, başa düşürsən? Yəni mən buna pis yorum yazıram. O pis olsun, o bunu görsün pis olsun düşüncəsi ilə yazır bunu. Həqiqətən yazıq bir davranışdır. Həqiqətən deyirəm, yazıq bir davranışdır. Sevmirsənsə, yəni mən sevmədiyim insanlara məsələn yorumlarını gedib məsələn ağlıma gələn yazmıram da məsələn. O qədər sevmədiyim bloger var məsələn. Gəlib yorumlarına belə şeylər yazmıram. Məsələn xiyar videolar çəkirsən, kim şey yazmıram. Əgər bunu yazırsan sən abiclik qalırsan. Onu ləzzət eləmirsən, ya da ki onu qısqarırsan deməkdir. Bu qədər sadə. Necə deyəcəklər ki, tənqid eləyirlər, nə məqam. Tənqid deyil qardaş. Tənqidi nə olduğunu bilmirsə, xahiş edirəm gedin araşdırın. Heç birisi tənqidin nə olduğunu bilmirsiniz də yəni. Böyle bir geçiş yok. Zavrun verilişi ancaq türk şeyi paylaşır. Ooo qəşəng. Xoşuma gəldi beğendim. Bacınız deyətə dəvət olundu. Gəlin bir yerdə. Allah eləməsin mən sənin üçün bacım olsun. Həqiqətən deyirəm. Yəni yox eləməz. Belə şeylər eləməz. O görə də ehtiyac yoxdur baxmayın. Bacı zat demə, xahiş edirəm. Utanmır cırıq ayaqqabı ilə avtobus minir. Yəni bunu çəkib paylaşan sözüm sənədir. Söhbətin sən nədən dəxli var da sən bunu çəkib atırsan sosial mediaya. Yəni ilgi mi istəyirsən? İlgi istəyirsənsə də sən ilgi verək. Başa düşürsən yəni? Yoxsa cəmaatın eyiblərini sosial mediaya ataraq da sən mükəmməl olmursan, zor olmursan. Başa düşürsən yəni? İndi sabah da sənin belə bir şey sən çəkib paylaşarlar, onda sən ləzzət eləməz. Axmaq, həqiqətən axmaqdır. İnsanlar izlənmək üçün də bilmirlər nə qarşısında. Aura. Aha. Qəşəng. Məcələm mən. Oo, qəşəng. Define Aura. Sənin balaca qardaşın var. Öşdən dur işığı söndür də. İşığı söndürüm. Hə. Bax, Simoş.
Sən uşağı çimal kimi istifadə edirsən, o da sən belə eləyir. Məncə haqqı deyil. Məni çox eləmişlər vaxtında. Təəssüf ki, prosta mən belə şeylərə əsərim çox 100% çırpılardım da yəni. Qabı yalamaqla nişanlımın gözəl olacağı arasındakı əlaqəni indi anlayıram. Nə əlaqə var idi ki, indi çatmadı mənə. Mənə çatmadı bu arada. Qabı yalamaqla nişanlımın arası göz... Ne alakası var Allah? Prenses erkek dediğimiz zaman özellikle kadınlar aslında dişiliği yine aşağılıyoruz. Birini prenses diye aşağılıyor olmak aslında prensesi aşağılıyor olmak. Yani dolayısıyla bir kişiye prenses erkek dediğimiz zaman biz bir erkeğe dişillik atfederek onu aşağı çekiyoruz. Yani kadınlığı yine aşağı bir yerde görüyor oluyoruz. Çox məntiqlidir bu arada. Zarafat çox məntiqlidir də. Çünki məsələn kişi zəif bir hərəkət eləyəndə ona prenses deyir də qadınlar, düzdür? İndi ona prenses deyəndə məsələn qızlar prenses orada və o zəif bir hərəkət eləyəndə prenses deyirsənsə, deməli onu qadının sən zəif olaraq görürsən. Çox məntiqlidir bu arada. Həqiqətən çox məntiqlidir. Düşünərək danışmaq lazımmış bəzən həqiqətən də. Buna var. Çok zor idi, çok zor idi həqiqətən. Ay zibir. Whoever designed the human body has some terrible cable management. I fixed it. Look at this. It's just so much cleaner. Yaşam ömrü 6 saniyə. Bu nə də lan? Burası çox məntiqlidir ya. Sadəcə məntiqlidir yəni. Yəni məntiqli olması işə yarayacağı mənasına gəlmir yəni. Heç kəs qızların partisi. Bu haqda fikir bildirsəm yerə qadın düşmamazım. Buna görə heç nə demək istəmirəm. Yorumu sizə buraxıram. Deyirəm mən bu videomu burada sonlandırıram. İndi deyirəm sevdiyiniz bir video olmuşdur. Daha çox qurban olmayı gəlməsi istəyirsə bu videoya like atmağı unutmayın. Abunə olmayıbsa abunə olmağı da unutmayın. Sevdiyiniz qismləri yorumlar qismə yaza bilərsiniz. Hamınıza like atıram və yorumlarda baxıram. Deyirəm və videomu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə.